Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmailovanın canlı yayıma qatılması sosial şəbəkədə müzakirələrə səbəb olub. Xəbər verilir ki, ifaçı Tarixin Bir Günü proqramında məsələyə münasibət bildirib. Rəqsanə İsmailova sosial şəbəkədə yazılan suallara mənə qoyulan qadağanın saatı dəqiqəsi var. Toylara gedə biləcəyəm, amma bəlli saatda cavabını verib. Qeyd edək ki, Rəqsanə İsmailova bu ilin avqust ayında dəlizçilik ittihamı ilə həbs edilib. Noyabrın 19-da isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.